Bayramınız mübarək olsun. Necə belə gözəl illərə. Maşallah olsun, gözəl mərkəzimiz, şəhərimizin gözəl görüntüsü, gözəl işıqlandırılması və gözəl yolkamız var. Yeni ilə hazırlığı çox mükəmməldir Xırdalan şəhərinin. Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkı bayramqabağı xüsusi təmtəraqla bəzədilərək sakinlərə əsl yeni il ovqatı yaşadır. DİM Medias xəbər verir ki, park arası parlaq çılçıraqlar, rəngarəng işıq kompozisiyaları və zövqlə qurulmuş yeni il ağacı tamamilə yenilənib. Bayramın sevimli siması Şaxta Baba parkda uşaqlar və böyüklərlə görüşərək şənlik əhval-ruhiyyəsi yaradıb. Xatirə şəkilləri çəkdirib, gülümsəmələrə səbəb olub. Axşam saatlarında işıqların yaratdığı mənzərə parkı nağılvari məkana çevirib, göz oxşayan görüntü sakinlərin marağına səbəb olub. Xırdalan nə gözəlləşib, buranın gözəl parkı var, burada insanlar gözəl istirahət edirlər. Parkı ziyarət edən şəhər sakinləri yeni il arzularını dilə gətirib, ailə üzvləri və dostları ilə birlikdə bayram yaxınlaşmasının sevincini bölüşüblər. Xüsusilə uşaqlar üçün yaradılan bayram ab-havası Xırdalanda yeni il gəlişini daha da hiss olunan edib. Bol ruzi, ailə firavanlığı. Çox gözəl. Elə indi baxırdıq, sevinirik. Nə arzuluyorsunuz sakinlərimizə? Yeni ilini təbrik edirəm hər kəsin. Yeni il düşərli olsun, uğurlu olsun, sağ-salamat yaşayaq. Parkı bəyənirsən? Bu yeni ildə hər kəsə xoşbəxt həyat, uğurlu bir həyat arzu edirəm. Qeyd edək ki, bayram tərtibatı şəhərdə sosial fəallığı artırmaq, sakinlərin asudə vaxtını daha mənalı keçirməsinə şərait yaratmaq baxımından da müsbət qarşılanır. Heydər Əliyev parkı bu günlərdə təkcə istirahət məkanı deyil, həm də bayram sevincinin ünvanına çevrilib. Nizam Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.